Hamıya salam, kanalıma xoş gəlmisiniz. Bugün sizlerle beraber 200 abunəyə özel asan və dadlı tort edirik. Alışlar. Hazır istəkəcəyində reseptinə. Qap. 4 dənə, 4 ədəd yumurtanın sarısını bir qaba əlavə edək. Sonra 1 stəkan şəkər. Aha dostlar, ağ köpük olana kadar çıktı. Şimdi üzerine güzel koş. Bir stəkandan biraz az yumurta əlavə edelim. Ama bak, köpük olana kadar çıktı. Bakın, tut sen bunu belə. Qoşma, heç nə. Gördüğünüz gibi kıvamı çok güzel. Bir paket vanil əlavə edərək. Vanil. Bu. Hadi bu. Yox, bir dəqiqə. Qabartma əlavə edirik, sonra vanil. Yox, vanil əlavə edirik, sonra. Töç. Qoş. Sağını, tam sarısın. Onlardan bir dəqiqə sıvı əlavə edək. Bunu əlavə edək. Dur. Altında ağ var ya orada, qabartma. Tam resepte yazacağım yorumlarda. Dostlar ettik. Kamerayla bile gelir. Bilmiyorum güzel olurdu. Bunu ettik. Şimdi bunun bütün lavazımatları buna töktük. Şimdi sadece ağın bir çimdik duzuna edəcəyik. Bu arada al getirək. Al bu qalsın. Heç nə tökmə. Ben tökürüm. Elə tök ki. O çimdik duzuna tök. Bu indi ağ bak köpük. Ona kadar çırpıraq. Qoş. Haydi. Sürt onu da hər yerə. Bəs. Çəkil. Dayanmır şu. İndi bunu. Bura aktaracağız. Yani dökeceğiz. Ne öyle kısmı? Burada ki havası kalmasın. Gözünüz takıldı. Görürsünüz. Baxın, belə oldu. Şimdi bunu kızmış 200 derecede fırında bişirəcəyik sobada. Bişirəcəyik. İndi part 2, yani bəzəməkdə görüşəcəyik. Dostlar, pandispanyalımız hazırdır. Keçən dekoruna. Dekoru keçməmişdən öncə bunu vurgulamaq istəyirəm ki, mən hazır kremdən istifadə etmədim. Qatlaşdırılmış süt və dekor xamasından istifadə edərək beləncə kremlandırdım. İçərisinə mən zövqümə görə damla şokolad, banan və yumuşaq olmaq üçün portakal suyu edəcəm. Hazır sizə keçək, başlayaq. İndi ilk öncə portakal suyu. Sonra içərisinə. Eğer yeni ile kadar inşallah 1000 abone olsak kurabiyeler edeceğim. Bu kurabiyeleri həyətdə dostlar hazırdır. İndi göstərirəm. Baxın beləncə pürüzsüz səliqəli etdim. Bunun üstünə damla şokolad edəcəm. Belə oldu. Bunu dostlar hazırlayıram. Bu liste hem banan hem de damla çikolata vuracağım. Bir liste yalnız damla vuracağım. Bir liste yalnız hem damla hem de banan vuracağım.
İndi ben bunları tam edeyim. 3 list elə bir. 3 tane list olacaq. 2 yerə bölmüşəm. 6 listin altısında edeyim. Sonra lap üstə koyun bəzəməyə. Onu da sizə deyəcəm. Tortumu tamam elədim. Üstünü falan bağladım. İndi görsədiyim son halı. Yəni son hal deyil də, yəni qırmızılı haldır bu. Biz sizlə bərabər əzəcəyik. Süper. Five, four, three, two, one. %200 abunə olduğum üçün hamınıza çox təşəkkür edirəm. İnşallah gələn il yanvar ayında 1000 abunə olarıq. Hamınıza təşəkkür edirəm. Sağ olun.